Abituriyentlər, bu dəfə biz sizlər üçün MİQ çərçivə sənədinə müəyyən hissələri əlavə olunmuş İskəndərnamə poemasının müəyyən başlıqlar var ki, bunlar 6 başlıqdır. Biz indi onları sizlər üçün təhlil edəcəyik. Onlayn dərslərimizə qoşulmaq üçün əlaqə nömrələrimiz 051 ilə 399 64 35-dir. WhatsApp üzərindən yazaraq əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq. Baxın, deməli həmin başlıqlardan birincisi Daranın sərkərdələr tərəfindən öldürülməsi başlığıdır ki, biz bugünə qədər həmin başlığı görmürdük və müəyyən bir hissə kimi sadəcə verilirdi ki, məsələn, Dara xəyanət nəticəsində öldürülmüşdür. İndi isə baxaq. Hər iki ordunun sabaha qədər kəşfiyyat qolları keşik çəkdilər. Deməli, hər iki ordunun səhərə qədər kəşfiyyat qolları keşik çəkir. Onların səsindən bir dəyirman tək bilməzdi burçlar nədir dincəlmək. Deməli, bax, dəyirman söhbətini biz gördük harda? Koroğlu'da gördük mü? Bəli, Koroğlu'da görmüşdük. Sonra çünki oldun gedək buranı. Deməli, bu dəyirman söhbətini görmüşdük Koroğlu'da. Sonra bir də Müsibəti Fəxrəddində Fəxrəddinin dilindən verilir ki, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Və burç söhbətini də harda görmüşdük? Elə yenə Koroğlu'da görmüşdük ki, Hasan Paşa burca dırmaşmışdı. Lakin bax, bir şey diqqətinizə çatdırım ki, orada belə deyək də baş obraz Hasan Paşa olduğuna görə biz həmişə deyirik elə təkcə Hasan Paşa çıxıbdı. Belə bir şey yoxdur. Bütün paşalar, oradakı kimlər var idisə, onların hamısı burca dırmaşmışdı. Yəni verər testlərdəki sadəcə Hasan Paşa, belə bir şey yoxdur, açıb baxa bilərsiniz. Yəni görəcəksiniz ki, bütün paşalar burca dırmaşmışdı. Cəbhədə dincəlim deyə yatanlar fillərin nərəsindən diksinib qalxar. Yəni yatmaq istəyənlər fillərin nərəsinə görə diksinib qalxırdılar. Vücudu zəhmətdən yorulmuş insan gözünü açardı yatdığı zaman. Yalvarır, yaxarır hər iki əskər, bitməsin bu gecə, olmasın səhər. Yəni ki, hər iki tərəfin əskərləri yalvarıb yaxarırdı ki, gecə bitməsin, yəni səhər gec açılsın mənasında. Bir qədər geciksin, uzansın zaman, bəlkə gec açılsın döyüşə meydan. Unudub kinini iki tacidar, bəlkə sübh etməyə versinlər qərar. Al günəş tacını qoyduğu zaman, elə ki ayrıldı qaralıq ağdan. Yəni qaralıq ağdan deyəndə səhər açıldı mənasında. İskəndər və Dara gəldi meydana, ürəklə düşsünlər dostluq ardına. Şəfqətlə, hörmətlə edib barışıq, xeyirli işə qol qoysunlar artıq. Bu işdə istədi tədbir və çara, kimsədən düz cavab almadı Dara. Deməli, Dara kömək istəyir öz adamlarından, lakin tədbir və çara istəyir. Kimsədən düz cavab almadı. Düz cavab almır. Sülh üçün bir nəfər olmadı rəhbər. Dedilər, bu işi qılınc həllidir. Heç kəs yəni demir ki, sülh olsun. Sadəcə deyirlər ki, bu işi qılınc həll eləyəcəkdir. İranlı Rumludan acizdir məgər? Yəni deyir ki, İranlılar, yəni biz, Daranın ordusu deyir ki, Daranın ordusu İskəndərdən acizdir ki, yəni döyüşməyib geri çəkilsin mənasında. Onlar bu savaşda qazanmaz zəfər, səhərki döyüşlə qızışar meydan, Rumludan salamat qoymarıq bir can. Deyir ki, yəni İskəndərin ordusu bu savaşdan zəfər qazanmayacaqdır. Rumludan bir dənə can belə olsa salamat qoymayacaq, deyir ki. Daranı aldatdı belə sözlərlə, birisi hiylə ilə, biri hünərlə. Daranı bax bu yolla aldadırlar. Kimlərdir? Eyni zamanda onlar xəyanət eləyənlər idi ki, aldadırlar ki, müharibə olsun. Daranı xəyanət əli ilə öldürsünlər və İskəndərdən qiymətli hədiyyələr alsınlar. Daranın düşməni iki sərkərdə buna səy edirdi hər an, hər yerdə. Yəni çalışırdılar ki, müharibə olsun. İskəndər düşündü nə tədbir qursun ki, Dara önündə dağ kimi dursun. İskəndər fikirləşir ki, mən hansı tədbir eləyim ki, Daranın önündə dağ kimi dura bilim. O iki sərdarı tutdu nəzərdə, öz igitliyinə güvəndi birdə. İki sərdar dediyi iki satqındır. Bir onlardan istifadə etməyi planlayır, bir də ki, deməli, özünün igitliyinə güvənir. Deməli, bir onlardan istifadə etmək, bir də özünün igitliyinə güvənirdi.
və Rum əsgərlərinə deyir ki, bu qatı mərkəzdə olunca səhər ər kimi çalışmaq, çarpışmaq gərək. Deyir ki, səhər olunca, yəni ər kimi döyüşmək lazımdır. Bu dünya bizimdir, çalsaq qələbə. Canı dişə yığıb igidlik etmək. Bu dünya bizimdir, çalsaq qələbə. Əgər deyir ki, biz var gücümüzlə döyüşsək və bu dünya bundan sonra artıq demək olar ki, bizimdir. Bu dünya bizimdir, çalsaq qələbə. Daranın olacaq, yeyərsək zərbə. Əgər biz uduzsaq, zərbə yeyəcəyik. Deyirlər insana gizlidir məhşər, insan deyir məhşəri bilmir. O məhşər görünər bizə bu səhər. Hər iki ordu bu düşüncələrlə gecəni keçirdi, dərin, kədərləyən hər iki tərəf dərin narahatlıq içərisindədir. Dünyaya pəncərə açınca ziya, bambaşqa bir oyun başladı dünya. Bir ovuc qığılcım oldu bir atəş, bir kömaç kimi idi, parlayan günəş. Dağ kimi tərpəndi hər iki ordu. Bax, deməli, baxın, burada dağ kimi tərpənən bir obrazımız da var idi bizim. Bu, ananın öydündə idi. Dağ tərpəndi yerindən deyəndə orada yola düşüb müharibəyə yollanan deməli, əskər nəzərdə tutulurdu. Hansı əsər idi bu? Ananın öydündə. Səməd Vurğunun Ananın öydündə idi bu. Dağ kimi tərpəndi hər iki ordu, dünyanın ürəyi titrəyib durdu. Firidun və Bəhmən nəvəsi Əjdər dediyi yadınızda qalsın ki, baxın, buranı kiçildirəm ki, əlavə qeydləri kənardan yazım, siz də götürəsiniz. Firidun və Bəhmən nəvəsi Əjdər dediyi Darada. Yadınızda qalsın. Yuxudan səhərlə qalxdı bərabər, yəni səhər aslan kimi oda durdu. Ordunu sazlada düzəltdi meydan, parladı ox, kaman, qılınc və qalxan. Yüzlərcə polad dağ dikəltdi onda, xəzinə dayandı onun altında. Sağ qolunun işləri bitdikdən sonra sol qolu çevirdi, polad hasar deməli sağ tərəfdən də, sol tərəfdən də hazırlıq görür. Polad hasar söhbətini burada görürük. Bir də deməli İskəndərin bir də bir şey qeyd edeyim sizlərə, çünki yadınızda qalsın, bu əlavə olunan hissələr sadəcə şərəfnamədən əlavə olunubdur. Biz İqbalnamə hissəsində İskəndərin polad sədd çəkdiyini də görmüşdük. Əgər xatırlayırsınızsa, cinahlar kök atdığı yeri havadan, yer kimi çarmıxa çəkildi meydan. Mərkəzə durmuşdu cahan günəşi, başının üstündə kəyan dirəfşi. Kəyan, bilirsiniz də, Kəyan nəsli yenə də Daranı bilmiş olun. Bu Daradır. Lakin, baxaq, mərkəzdə durmuşdu cahan günəşi dediyi. Cahan günəşi, bütün dünyaya səs salan kim idi? Cahan günəşi İskəndər. Və onun başının üstündə də Kəyan dirəfşi Dara durmuşdu. Dünyanı yandıran qılıncı məgər bugünkü saxlardı böyük İskəndər. İskəndər böyük dünyanı yandıran qılıncını hansı gün ötürü saxlayırmış? Dara ilə döyüşdüyü gün üçün. Yağdıran bulud tək meydan, dop dolu, yaydan ox yağırdı qılıncdan dolu. Ordunun qolları göyə dayandı, atların dırnağı qana boyandı. Ən seçməyə gedilər ordudan bir-bir sağ-sola keçməyə alırdı əmir. Əmirlə inamsız kəslər hər yerdən tərpənib sol qoldan tutdular məskən. Kimin ki əmindi sədaqətində, saxladı mərkəzdə öz xidmətində. İskəndər kimləri mərkəzdə saxlayır? Sədaqətindən əmin olduğu şəxsləri ki, yəni onu atıb qaçmazlar. O baxımdan deyir, əmirlə, bu hissəni dedik, tökmə bir dağ kimi göyə ucaldı, tökmə bir dağ kimi göyə ucaldı, qopunca nərələr iki ordudan qiyamət qopmuş zənn etdi Asiman. Təbillər gürlayıb verdi səs-səsə, qanlı əjdahalar başladı rəqsə. Kəranay səsindən tutuldu qulaq, qorxudan titrədi bütün əl-ayaq. Deməli, burada Kəranay, deməli, boru ilə çalınan, bax, boru şəklində olan uzun bir səsdir, sanki o döyüşün başlamasına məlumat verir də. Yəni, bir təsəvvür edin, bax, belə uzun bir boru şəklində bir alətdir, musiqi alətidir. Kəranay səsindən tutuldu qulaq, qorxudan titrədi bütün əl-ayaq. Filə minənlərin bağırtısından Nildəki nəhənglər qopardı fəğan. Deməli, Nil çayının adını görürdük burada biz. Çay olaraq nə var? Nil çayı. Nildəki nəhənglər qopardı fəğan, şeypurun səsindən qopdu ürəklər. Bağırlar yarıldı, düşdü göbəklər. İçi boş təbillər coşduqca coşar, zülmətlər içindən atılır oxlar. Düşmənin köksünə nizələr sancar, zirehdə geyimdə pəncərə açar. O qədər yaylım ox yağdı, hər yandan bulud yağmurunu atdı başından. İndi o yaylım ox düşsə zəminə, bulud qan yağdırar yağış yerinə. Naylardan qopan o müthiş gürultu, müthiş qorxulu deməkdir, dəhşətli deməkdir. Eşidən kimsəyə verirdi qorxu, qarışıq səslərlə haykırdıqca can
Çaxmaq daşından da çıxarırdı qan. İki qan dənizi çalxandı birdən, atəş dalğaları yüksəldi yerdən. Bürüdü hər yeri tufan atəşi, ucalan toz torpaq tutdu günəşi. Bax, burada təsvir edir, təsəvvür eləyin ki, yəni sanki yer göy qovuşub bir-birinə. Yəni ona görə də biz nə deyirik? İskəndərdə real döyüş səhnələrini görmüş ola bilirik. Real döyüş səhnələri. Deməli, real döyüş səhnələrini biz bir də harda görürdük? Dədə Qorqudda görürdük, Səsli Qızda görürdük. Real döyüş səhnələri var burada. Deməli, atəş dalğaları yüksəldi yerdən, bürüdü hər yeri tufan atəşi, ucalan toz torpaq tutdu günəşi. Yayların bir daha qaşı çatıldı, oxlar ilan kimi coşub atıldı. Civə tək parlayan Poland qılıncdan, civə tək qaçırdı hər yerdə insan. Gövdələr əridən Polad ox ilə dağların gövdəsi titrədi bilər. Nizələr ucundan dövr edən fələk seyrindən qalaraq oldu topal tək. Toppuzlar o qədər çaxmışdı təpik, yerin cəmdəyində qalmadı gəmik. O qədər sancılmış boğazlara ox, artıq boğazlarda nəfəs yolu yox. Ox oxun içinə girmiş tikan tək. Təsəvvür edin, oxun içərisinə girməsi nə deməkdir? Yəni o qədər dəhşətli bir vəziyyətdir. Oxun içinə necə girə bilər? Yəni həqiqətən bax, onların arasında baş verən müharibənin dəhşətlərini çatdırmağa çalışır. Qalxandan bəzənib yer gülistan tək, qaçanlar üzünə qiyamət qopmuş. Nə yol var qaçmağa, nə də qurtuluş. Atlılar ataraq sonuncu oxu atmışdır kamanı, oxu, oxluğum. Bir sallaqxanadır qanlı bucaqlar, cəmdəklə yan-yana ucalmış dağlar. Yalnız öz canının hayında hər kəs ölən yoldaşını yada gətirməz. Bax, görürsünüz, ölən yoldaşını düşünən yoxdur. Lakin yaralı yoldaşlarından narahat olunan obrazlar haradaydı bəs? Vətən yaralarında görmüş ola bilirdik bunu. Ki, onlar bir-birindən necə etibarlıdırlar. Meydanda yox idi matəm saxlayan, nə bir qara giyən, nə bir ağlayan. Hər sözü ustası gözəl toxuyur. El ilə qara gün bayramdır, toydur. El ilə qara gün bayramdır, toydur. Əcəl pəncəsində ölsə bir nəfər gözündən yaş tökər ona bir şəhər. Bütün bir şəhər üçün saxlayaraq yaz, ondan uzaqlara kimsə ağlamaz. İnsan cəmdəyi ilə dolmuşdur sağ-sol, döyüşçülər üçün qapanmışdı yol. O qan dəcləsini günəş almışdı. Baxın, bayaq biz nəyi gördük? Nil çayının adını görmüşdük. İndi Dəclə çayının adını görürük. Deməli, adı çəkilən çaylar hansıdır? Nil çayıdır və Dəclə çayıdır. Günəş almışdı, suyu Neylufər tək qayıq salmışdı. Həmin vuruşmada Böyük İskəndər günəş çeşməsində saçmışdı zəfər. Deməli, İskəndər qələbə çaldı. Daranın qılıncı saldıqca şölə qızırdı daşların ürəyi belə. Elə ki, soxuldu ordu-orduya, məhşəri gözü ilə gördü bu dünya. Dava meydanına yayıldı əskər, Daranın canına var idi xətər. Ordular döyüşə girdiyi zaman olduqca genəldi darısqal meydan. Yanında kimsə yox, yalnızdı Dara. Deməli, Dara yaralanarkən yalnız olur və özdə böyründən yaralanır. İndi də görəcəksiniz. Onunla etməyir kimsə müdara. İki sərxoş sərdar fil kimi coşdu, filbədən Daranın üstünə qoşdu. Bax, bu Daranı öldürənlər necə bir vəziyyətdə idilər? Sərxoş bir vəziyyətdə idilər. Böyründən bir yara vurdular ona, laləzar oldu, yer boyandı qana. Tacidar yıxıldı dərin yaradan, sanki bir qiyamət kəsildi cahan. Bir ağac yıxıldı kəyan bağından, yaralı bədəni qanına qəltan. Dərdi tab gətirməz incə olanlar, yellə çırağın nə dostluğu var. O iki qan tükən o iki xain qaçdılar yanına tez İskəndərin. Deməli, yaralıyırlar və tez İskəndərin yanına gəlirlər. Dedilər, atəşə yaxdıq düşmanı, taleyin uğrunda töküldü qanı. İşini bitirdik, vurduq bir yara, gözündə cahanı eylədik qara. İstəsən gözünlə gəl gör bu halı, təklif edirlər ki, gəl sən də gözündən gör bu halı. Qanı ilə boyansın atının nalı. Yəni onun qanına sənin atının nalı, sən atının üstündə gəl onun yanına, atının dırnaqları onun qanına boyansın. Yəni o dərəcədə qanını axıtmışıq, kənara yayılıb mənasında. Hünərlə öldürdük sizin düşməni. Baxın, bunu öldürməyi hünər hesab eləyir onu. Yəni yaralamağı özünə hünər hesab eləyir. Bizim hansı idi belə obrazlarımız var idi ki, etdikləri xəyanəti özlərinə hünər hesab eləyir, özünə hünər hesab eləyirdi. Bax, mən sizə deyim, deməli birincisi bu hardaydı? Keçən Həmzənin qıratı qaçırmasındaydı ki, deməli burada Həmzə Koroğlunun atını gətirməsini özünə igidlik hesab edirdi. Eyni zamanda Koroğluya aş pişirən qarı da Həmzəni bəy adlandırırdı və onun Koroğlu kimi bir igidin atını gətirməsini igidlik hesab edirdi.
Lakin orada da Həmzəni kim qınayırdı? Həmzəni qınadı orada deməli elə onun Tona xanım, daha doğrusu Dona xanım qınayır onu və orada da bunu belə də yadda saxlayarsınız. Birdən Dünya ilə Dona xanımı qatışdırarsınız. Dünya ilə Donanı qatışdırmamaq üçün də orada da çay adı var idi. Həmzədə Tona çayı. Bax onu yadınızda saxlayın ki, deməli Koroğlu elə həmin Tona çayının içərisindən keçib gəlmişdi. Yaxşı, hünərlə öldürdük sizin düşməni, indi sən yerinə yetir vədəni deyir, biz onu öldürdük. Sən hələ ölməyib əslində, dar indi görəcəyik ki, deyir, sən yerinə yetir vədəni. Yəni İskəndər demişdi ki, onlar biz gedib əgər Daranı yaralasaq, sən bizə verdiyin vədəni tut, sən bizə qızıl xəzinə verəcəksən və İskəndər də razılaşmışdı. İndi deyir ki, yerinə yetir vədəni. Yəni biz onu yaralamışıq. Öldürmüşük deyirlər, amma əslində öldürməyibdilər. Yaralı vəziyyətdədir. Bizə vəd demişdin. Ağır xəzinə, doğru qal, vəfa et, indi əhdinə deyir, əhdinə vəfa et indi. İskəndər bildi ki, bu iki sərdar şah qanı tökməyə olmuş həvəskar və fikirləşir ki, bunlar şah qanı tökməyə həvəskar olubdular, verdiyi peymana oldu peşiman. Yəni çox peşman olur İskəndər buna ki, mən niyə onlara söz vermişəm? Yəni bugün onu öldürən, bugün elə bir şahı öldürən, öz şahını öldürən səhər məni də öldürə bilər deyə belə bir şey fikirləşir. Həyatdan bir şölə çıxdı canından. Adamın yaşıdı ölən zamanda həyat ümidindən iz qalmaz. Onda həqiqətən də insan bir belə deyək də özündən eyni yaşda olan birisi tanıdığı, bildiyi öləndə onun özündə bir ümidsizlik yaranır ki, yəni bu şey məni də gözləyər və mən necə həyatdan köçüb gedərəm. Eyni zamanda İskəndər də bir şahidim və Dara kimi bir hökmdarın ölməsi ona təsir eləyirdi. Daha doğrusu yaralanması ona təsir eləyirdi ki, yəni bugün onun başına gələn səhərdə mənim başıma gələr. Müəllif əslində bunu demək istəyir ki, o zaman deyir artıq o həyatdan əlini üzmüş bir vəziyyətdə olur. Dedi, harda batmış qanı Tacidar və o satqınlara belə bir sual verir ki, harda qalmış Tacidar? Yəni harda batmışdı qanı Tacidar? Harda olubdu? Yaranı harda alıbdı? Kəyan dövlətini bəzəyən sərdar, Kəyan dövlətini bəzəyən sərdar adlandırır İskəndər Daranı. Hər iki qan tökən düşərək önə yol göstərdilər öz azğın zülmünə. Aha. Bax, bu yol göstərmə söhbətində də sizə bir şey deyim ki, deməli, Durnat elində Koroğluya yol göstərir Kosa Səfər və deyir ki, iki yol var. Kosa Səfər deməli, orada onu belə deyək, səfərə çıxır da Durnat elinə. Gitlər səfərə çıxmışdı. Həmin səfərlə Kosa Səfərin adını əlaqələndirib yadda saxlayın ki, Koroğluya orada iki yolu göstərən oydu. Keçən Həmzənin Qıratı qaçırmasında isə Həmzə 5 yol olduğunu göstərmişdi. İndi bunlar da yol göstərirlər ki, yəni filan yerdədir, onu filan yerdən yaylamışıq. Və öz azğın zülmünə onlar yol göstərirlər. Daranın düşdüyü yerə gəldilər. Yanında dostlardan yoxdur bir nəfər, heç kəs yoxdur. Tək tənhadır. İskəndər tələsik indi atından. Daranın önündə durdu pərişan. Tez birdən özü də atla gəlibdi bu. Atından enir və Daranın önündə pərişan durur. Əmr etdi o xain sərkərdələri, xarici meylədən iki rəhbəri möhkəm saxlasınlar. Sonra İskəndər yerindən tərpəndi, üzündə kədər əmr edir ki, onları möhkəm saxlasınlar və yerindən tərpənir. Sürətlə yanaşdı xəstəyə sarı, kəyan geyimindən açdı bağlar. Ən birinci neynir? Yaxınlaşır, bağlarını açır, kəyan geyimindən açır bağları. Başını şəhanə dizinə qoydu. Onun başını, Daranın başını dizinə qoyur. Başına dizinə qoyan obrazlar hardaydı? Azadda, Fərdanın dizinin üstündə idi. Azadın başı, bir də deməli, biz hansı əsəri görmüşdük? Bu Niftalı Koxanın başını dizinin üstünə Kərəm qoymuşdum. Aha, deməli, namərd gülləsində. Gecəni işıqla başını şəhanə dizinə qoydu, gecəni işıqlı gündüzə qoydu. Gecə, yəni artıq o ölmək üzrədir. İşıqlı gündüz gələcək olansa kimdir? İskəndərdir. Gecə Daradır burada. Yadınızda saxlayın. İşıqlı gündüzdə kimdir? İskəndərdir. Dedi, qalx bu qara qanlı torpaqdan, burax ki, solmada qurtulmuş bağım. Və bu da Darana qayıdıb deyir ki, burax, deyir, solmada qurtuluş bağım. Yəni, mənim bağım artıq solur. Qaralmaq üzrədir işıq çırağım. Böyrümü, bax, necə yırtmış bu dövran. Bax, bu çıraq söhbətinə də birdən aydınlıq gətirək. Çıraqlar harada var idi? Çırağıma nöyüt tökübdülər, deyirdi. Keçən ilin son gecəsində Həmidə xanım, yəni övladlarım bu gecə yanımda olacaqdılar deyə sevinirdi. Sonra çıraq söhbəti Heydər Babaya salam poemasında var idi. Kəndli çıraq tapmır yandıra, görüm sizi hər giz qalsın andıra. Orada görmüş ola bilirik. Sonra çıraq söhbətini biz Cahandar ağa çırağı söndürürdü
Allah Yertayaya od vuranda əslində bir çox əsərdə biz bunları görmüş ola bilirik. Sadəcə xatırlatma verək ki, digər əsərlərlə əlaqəli şəkildə yadınızda qalsın. Böyrümü bax necə yırtmış bu dövran. Deməli İskəndərin orada olduğu zaman Dara özünün dili ilə deyir ki, dövran böyrümü yırtıbdı. Yəni böyrümdən yaralmışam mənasında. Bağrımın altında böyrümdür pünhan. Gizli deməkdir pünhan. Pəhləvan ey başım, pəhləvan ey başım üstünə gələn, yəni pəhləvan İskəndərə müraciət edir. Ey başımı üstünə qoyduğum, qoru öz böyrünü mənim böyrümdən. Yəni bu nə deməkdir? Bugün mənim böyrümdən aldığım zərbə kimi səhər sən də belə ola bilərsən, özünü qoru mənasında. Bax görürsüz, əslində Daranın kini yoxdur İskəndərə. Burada görürük ki, İskəndər də onu, yəni belə halda olmasına çox üzülür. Bu böyrün bulud tək sökülsə belə qılıncın acısı getməmiş hələ. Padşahlar başını buraq qaldırma. Bu dövran qırmışdır məni, sən qırma. Deyir ki, əslində amma bir şey də xatırladım ki sizə burada deməli bax burada Dara İskəndərə pəhləvan deyə müraciət etsə də o hələ İskəndəri tanımır. Konkret yadınızda saxlayın ki, tanımır. Tanımadan onunla olan istəkləri başqadır. Tanıdıqdan sonra ondan olan istəkləri başqadır. İndi onları bir-bir deyəcəm. Hələ ki tanımır, ona görə də istəyi budur, baxaq. Deməli, bax, burada tanımır. Tanımadan görək nə istəyir ondan. O hansı əldir ki uzanır mənə, kəyanın tacı ilə oynayır yenə. Ən saxla qarşında Dara durduran deyir ki, bax istədikləri birincisi əl saxla. Yox, birincisi budur, bax. Deyir ki, bu dövran məni qırıb, sən qırma. 1. Əl saxla 2. Qarşında Dara durduran. Günəşdən aydındır, bu deyil pünhan. Yəni, günəşdən aydındır və gizlin deyil. Ki, yəni mən Darayam. Günəşim saralıb düşüncə dərdə, üzümə çəkərsən lacivərd pərdə. Əgər deyir mənim günəşim saralıb düşüncə dərdə, yəni mən tamamilə öldükdən sonra üzümə lacivərd pərdə çəkərsən. Üçüncüsü budur istəyi. Lacivərd pərdə deməli tünd göy rəngdir. Aha. Birincisi məni qırma, ikincisi əl saxla, üçüncüsü lacivərd pərdə. Sərvi baş aşağı görmə şərməndə, elə bir padişah, belə bir bəndə, xəstəyəm zəhmətdən qıl məni azad, mən xəstəyəm, məni zəhmətdən azad qıl, haqqın rəhməti ilə məni eylə yad. Aha. Dünyanın taxtında mənəm tacıdar, yerimdən tərpətsən məni yer sarsar. Tatlı bir yuxum var, deyir ki, dünyanın taxtında tacıdar mənəm, mənə əgər yerimdən tərpətsən yer sarsar. Dadlı bir yuxum var, toxunma bıraq, yəni mənə toxunma, odumu göy alsın, suyumu torpaq, taxtından çevirmə yatan birbaşı, inlətmə bu dünya tökər göz yaşı. Yəni məni incitmə, yoxsa dünya göz yaşı tökər. Əcəlim yetişmək üzrədir, dayan. Dayan deyir, onsuz da mənim deyir, əcəlim yetişibdir. Məni öz halıma bıraq bir zaman. Fikrim tac çalmaqsa mənim başımdan, əgər sənin fikrin mənim başımdan tac uğurlamaqdırsa, yəni bax buradan da konkret görürük ki, bunun İskəndər olduğunu bilmir o. Çünki bilsə ki, İskəndərdir, İskəndərin heç bir tacı ehtiyacı yox idi. Fikrin tac çalmaqsa mənim başımdan, azacıq aman ver qoy çıxsın bu can. İmkan ver qoy canım çıxsın deyir, ondan sonra götürərsən. Bu dünya mülkündən açınca kəmər, başım da tacım da getsə yox zərər. Əgər mən ölüb gedərəmsə deyir, heç bir şey mənası yoxdur. Başım da tacım da getsə zərəri yoxdur. İskəndər ağladı. Aha, biz burada deməli İskəndərin ağladığını görürük. Aman tacıdar, nökərin İskəndər mənəm Şəhriyar. Bax görürsüz, bura qədər onun İskəndər olduğunu bilmir. Ta ki nə zaman bilir, İskəndər özü etiraf etdikdən sonra nökərin İskəndər mənəm Şəhriyar. İstəməzdim görüm torpaqda səni. Öz qanına qəltan olan bədəni. Nə etmək bir işdir olmuş dünyada, təəssüf verərmi bu işə, bu işdə fayda neyniyyədir? Mən səni bu vəziyyətdə görmək istəməzdim, amma təəssüf ki deyir, olubdu da deyində, bir iş də olubdu dünyada, amma təəssüfün bir mənası yoxdur. Baxın bu hissəni biz İskəndərnamədə deməli İqbalnamə hissəsində görürdük ki, xoşbəxtlər ölkəsinin insanlar deyirdi ki, bizdən bir nəfər ölərsə biz ona yas saxlamırıq, çünki bunun əhəmiyyətsiz olduğunu bilirik. Yəni mənasız bir şeydir ölənə yas saxlamaq. Orada xoşbəxtlər ölkəsində, yəni çox gec ölər orada insanlar, öləndə də yas saxlamaq lazımsız görünərdi onlara. İstəməzdim görüm torpaqda səni. Bu hissəni dedik. Başını yenidən qaldırsan əgər, kiçiklik edərdi səni İskəndər. Əgər sən yenidən qalxsan, mən sənə deyir tabi olaram, kiçiklik eləyərəm. Yəni vergini verərəm eyni qayda ilə. Heyhat
Rahat mən qocaman dənizlər aşdım, köksümə qədər alqana bulaşdım. Təəssüf azmadım bu yollarda mən, atımın dırnağı qopmadı nədən. Bu ağır günləri görməyəydim mən. Ah, eşitməyəydim dara inlərkən. Kaş deyir mən bu ağır günləri, yəni sənin yaralı vəziyyətdə olduğunu görməyəydim. Daranı inləyərkən görməyəydim. And olsun hər qəlbi bilən sərrata. Daraya ürəkdən istərəm şəfa. And içir ki, mən həqiqətən sənə ürəkdən şəfa arzulayıram. Aha. Bir şüşə daş ilə qırılsan açar, çarə qapısına çapılmaz açar. Əfsus İsfəndiyar nəslindən sansız, mülkün yadigəri sən idin yalnız. Baxın burada nə deyir? Deyir ki, çox təəssüflər olsun ki, İsfəndiyar nəslindən bu mülkün bir dənə yadigəri sən idin. Nə olur, mənə də ölüm qoşaydı. İskəndər və Dara qucaqlaşaydı. Özünə də ölüm arzulayır. Deyir, kaş el olaydı ki, Dara ilə İskəndər qucaqlaşaydı. Nə etmək, istəklə gəlmək eləcək. Deyir, neyiniyək ki, istəklə nəcəl olmur ki, yemək istəsəm də ölmürəm. Məzara girilməz ölümdən əvvəl. Padişahın bir tükü gözümdə inan, daha qiymətlidir yüzlərcə tacdan. Yəni, sənin bir tükün mənim üçün yüzlərcə tacdan qiymətlidir. Yəni, mən buraya tac üçün gəlməmişəm. Bu dərin yaraya bilsəydim çara, edərdim sağalsın deyə bu yara. Nəyə lazım bu taxt, bu tac, bu şöhrət? Darasız qaldı bu möhtəşəm dövlət. Artıq bunların heç bir şeyə, yəni heç bir mənası yoxdur ki, belə bir dövlət darasız qaldı. Mən bu taxta, taca ağlayaram qan, ayırmış daranı təxti tacından. Yox olsun dünyada elə Gülistan, bağbanı xəstədir acı tikandan. Daranı öldürən dünyaya nifrət, deməli İskəndər dünyaya nifrət edir nə zaman? Dar öldüyü zaman. Gündüzkən öldürür, verməyir fürsət, bir çarə etməyə imkan yox məndə. Bu gənc sərvə, aha, bax deyir ki, bir çarə eləməyə məndə imkan yoxdur. Bu şeyi biz harda görürük ki, bir nəfər də yaralıydı. Onun da başı, deməli, başqa bir insanın qucağındaydı. Məsələn, bu Niftalı Koxaydı. Niftalı Koxa namərd gülləsində başı Kərəmin qucağındaydı və o da deməli çarəsiz bir vəziyyətdə idi. Deyir ki, əlim heç bir yerə çatmır, deməli heç bir yerə gedə bilmirəm. Bir-bir yerlərin adını sadalayır. Deyir ki, Gəncəyə əlim çatmır. Daha doğrusu Tiflisə gedə bilmirəm, Gəncəyə də əlim çatmır. Bu gənc sərvə gərək ağlayım mən də, anlat ki, istəyin, tədbirin nədir? Qorxunuz kimdəndir, ümid kimdədir? Söylə ki, hər sözün mənə bir fərman, deyirsən fikrini denən, onlar mənim üçün fərmandır. İtaət etməyə bağlaram peymən, mən sənə itaət eləməyə razıyam. Dara hiss edincə bu dost nəfəsi, baxın, aha. Deməli, bayaqdan, yenə deyirəm, yaralı olarkən tanımayıb dediyi, pəhləvana müraciətlə dediyi istəklər başqaydı. İndi Daranı İskəndəri tanıyan Dara özünün istəklərini deyir. Dara hiss edincə bu dost nəfəsi, açdı gözlərini şahanə səsi, şəfqətlə ucaldı. İyice baxdım. Tək sənə yaraşır bu tacı taxtım. Deyir ki, mənim tacı taxtım təkcə sənə yaraşır. Sorma bir ölüyəm, mən indi nəyəm? Xəzənə tutulmuş ölgün çiçəyəm. Hər kəsin şərbəti buzla duruldu. Mənim şərbətimsə yalnız buz oldu. Varlığım qərq olmuş qan dənizinə, içərim susuzdan alışır yenə. Buluddan şığıyan bir şimşəyəm mən. Dudağım qurudur, sudadır bədən. Bu közə yanından sınıqsa bir az, mumla yapışqanla sağaltmaq olmaz. Bu dünya eyləyir qarət, hər yeri birisi gətirir, alır o biri. Nə bugün yaşayan, bugün əmindir, nə köçüb qurtulan heyhat çətindir. Gör mənim günümü, haqqa doğru qal, qorx belə bir gündən məndən ibrət al. Deyir, qorx inan belə bir gündən, yəni mənim günümə düşməkdən ibrət al. Sözlərimi anıb dinləsən məni, mənim kimi etməz bu fələk səni. Əgər sən mənim sözlərimi dinləsən, fələk səni mənim kimi etməyəcəkdir. Bəhməndən məni git deyiləm daha. Aha, bax Bəhmən nəsli idi bu Dara. Bir aman vermədi ona əcdaha. Ya da ikidənmi İsfəndiyardan bir adını çəkir Bəhmənin. Aha, bir Bəhmən, daha doğrusu qoyun bunu fərqli rəqlən edək. Siz də qeydlər götürün. Bəhmən, İsfəndiyar. Dünya zərbəsindən qurtarmadı can. Nəslimə əzəldən ölümdür qismət. Deyir ki, mənim nəslimə əzəldən qismət olubdur ölüm. Öldürən bu əmrə verir şəhadət. Olsun yeni taxtın qoy sənin üçün xoş. Mənimsə balıncım qalacaqdır boş. Mənim üçün ağlamaq lazım gəlirkən sorursan qəlbimin istəyini sən. Mənə ötürü ağlamaq lazım gəldiyi halda deyirsən mənim qəlbimin istəyini soruşursan. Könlümdə sevimli 3 istəyim var. Aha. Üçü də şahanə bəxtinə yarar. Birinci günahsız ölümə görə rəftar eləməlisən ədalət üzrə. Günahsız ölümə görə sən məndən rəftar eləməlisən
ədalət üzrə. İkinci, sən Kəyan taxtını alsan, ona heç bir zaman yetirməz ziyan. Kəyan taxtını alıb ziyan vermə. Bu kinin toxumunu İranda əhmə, Kəyanın nəslinə xatimə çəkmə. Üçüncü, toxunma Hərəm xanımı. Bu da sağ olsun deyirəm. 3 istəyim var deyib 10-15 istək sərgiləyir. Yəni 3 istəyim var bu sözdədir, amma əslində çox istəklər. Məsələn dedi ki, ədalət üzrə rəftarla 1, Kəyan taxtını ziyan vermə əgər alsan. 2, kinin toxumunu İranda əhmə, Kəyan nəslinə xatimə çəkmə, Hərəm xanıma toxunma və baxaq ardı da var hələ bunun. Saxla hörmətini təhqir eləmək. Görürsüz, bu da biri. Rövşənək qızım da olduqca göyçək, əlimdə bəslənmiş bu gözəl mələk. Deməli, qızının adını elə özünün dilindən eşidirik. Öz süfrə yoldaşını etməklə ucaldı və deyir ki, onu özünə süfrə yoldaşı et. Süfrəyə incilər verir şən həyat, könlünü çevirmə rövşənəyimdən. Təbii işıqla günəş olur şən. İskəndər söz verdi, dara qaş çatdı, söz verən qalxarkən söyləyən yatdı. Kəyanın ağacı düşdü meyvədən, oldu İskəndiyar zirihi kəfən. Böyük Dara üçün böyük İskəndər ağladı axşamdan sabaha qədər. Dara üçün İskəndər axşama səhərə kimi ağlayır, özünə ağlardı. Görürkən onu, bilirdi belə bir ölümdür sonu. Onu görür və ağlayır. Eyni zamanda öz üçün də ağlayır ki, yəni bilirdi ki, belə bir ölüm bir gün onun üçün də olacaqdır. İskəndər əmr etdi Daranı artıq daxmaya qoymaq üçün olsun hazırlıq. Günbədi daş qala taxtı qızıldan qayrıldı ona bir müəyyən məkan. Deməli, Daranı necə dəfn edirlər? Günbədi daşqala olur, taxtı da qızıl olur. Qayrıldı ona bir müəyyən məkan, türbəsi bitincə bitdi hər zəhmət. Dara zəhmətindən oldular rahat. Yəni onu dəfn edib rahat oldular. Bədən qəfəsində nə qədər can var, elə bir igidə hörmət şam. Baxın, deməli burada biz bir hissəni deyim qeyd götürün ki, bax, deməli, Dara bax deyir ki, baxın burada söz verən qalxarkən söyləyən yatdı. Söz verən kim idi? İskəndər. Düzdür. İskəndər kimə söz verdi? Daraya. Nə sözü verdi? Bax, bu onun dediyi, sadaladığı şeylərlə bağlı söz verir. Bir də İskəndər kimə söz vermişdi? Nikumaşa. Demişdi ki, əgər mən şah olsam, deməli, Ərəstu vəzirim olacaq billah. Bax, belə bir söz vermişdi. Deməli, İskəndər. İskəndər deməli bir Daraya söz verir. İkincisi kimə söz verir? Nikumaşa. Alim Nikumaşa. Bax, bunu da qeyd kimi götürün. Bəzən olur ki, deməli, qeydləri, yəni biraz olur ki, müəyyən hissədə deyirəm, amma yenə də siz qeydləri götürmüş olun ki, sizə lazım olacaq. Deməli, bizim ikinci başlığımız əlavə olunan, şərəfnaməyə əlavə olunan ikinci başlığımız budur ki, İskəndər İran başçılarla ət peyman bağlayır və gedir. Daranın ulduzu olunca Nihan, İskəndərə qaldı bütün bu cahan. Daraya mal olan təzə və köhnə, heç saya gəlməyən dolğun xəzinə taparaq onları araşdırdılar. Dənizdən dənizə quraşdırdılar. İskəndər gördü ki, bunca xəzinə zəhmətsiz olaraq keçdi əlinə. Deməli, Dara ölür və bütün mal mülk, hər bir şey qalır kimə? İskəndərə. Və İskəndər görür ki, bunca xəzinənin hamısı onun əlinə zəhmətsiz keçibdi. Zəhmətsiz olaraq keçdi əlinə, dərgaha ən sadiq hər bir nəfərə, böyüyə, kiçiyə, yoxsul kəslərə var dövlət verərək bəxtiyar etdi, dünyaya özünü hökmdar etdi. İrana qasidlər edərək rəvan, dedi ki, dönməsin kimsə qapımdan, istəsən ki, başın qalsın səlamət, qapımda baş əyib elə itaət. Deyir ki, kim istəyir başı salamat qalsın, mənə itaət eləsin. Bəxşişə şəfqətə hüdud olmayan, bu yerdə hər kişi tapar dövlət şan. İrən başçıları axdı hər yerdən bu xeyirli işdən, ürəkləri üşən. Şəhriyar qəlbindən tutdular xəbər, sözündə mətindir böyük İskəndər. Əslində İran cəmaatı üçün İskəndərin gəlişi böyük xoşbəxtçilik idi. Çünki onlar onsuz da Daranı sevmirdilər, Dara onlara zulüm verirdi. Və onlar Şəhriyar qəlbi deyəndə İskəndərin qəlbindən deyir xəbər, İskəndər nəzərdə tutulur və deyir İskəndərin qəlbindən xəbər tutular ki, o sözündə mətindir. Elliklə yollara çıxdılar daha, sevinclə axdılar uca dərgaha. Bu gəliş xoş gəldi şaha onlara, ordunun pənahı pəhləvanlara.
Təmizləyək bu hissəni, baxaq. Peymanlar bağlandı, söz verdi gerçək. Kimsənin rütbəsi əksilməyəcək. Xəzinə açıldı xalqın üzünə, verdi hər birinə gövhər, xəzinə. Bax, deməli, deyir ki, heç kəsin rütbəsi əksilməyəcəkdir. Xəzinə açıldı xalqın üzünə, xəzinəni açır xalqın üzünə və hər birisinə gövhər xəzinə verir. Hər kimin nə qədər vardı sərvəti, 2 qat çoxaldı varı, dövləti, yəni onların heç bir şeylərini əllərindən almır. Hər şəxsin işini aşikar etdi, yatanı oyatdı, bəxtiyar etdi. İranlı o açıq əli görüncə itaət edərək daldı sevincə, alnını sürtərək torpağa, yerə, alnını torpağa yerə sürtmə söhbətləri harda var idi. Deməli, bax, torpağı öpür Azad. Daha sonra Firudun üzünü torpağa sürtür və fərşin ucunu qaldırıb torpağı öpən Azaddır. Üzünü torpağa sürtən Firudundur. Alnını sürtür torpağa burada da. İtaət edərək daldı sevincə, alnını sürtərək torpağa yerə. Deməli, bax, Azad, bir də Firudun. Gələcək gündə də Firudun. Külahı ucaltdı uca göylərə, dedilər eşq olsun Şəhriyar sənə. Hər zaman yar olsun Ruzigar sənə. Rüzgar tali deməkdir. Haqqıdır Cəmşidin taxtı xəracı, öpər ayağının şahlarının tacı. Yeni şahımızsan getdi o gedən, şah nədir bizlərə ki Xosrov sənsən. Kim boyun qaçırar sənin əmrindən, çəkmənin altıdır bu baş, bu bədən. Şah gördü bir neçə xoş tədbir daha, İranlı itaət elədi şaha. O oldu şövkətli, bəzmə hər yerdən, yığıncaq toplandı 7 kişvərdən. Bax, 7 kişvərdən deyir sənə, gəlir gələcəkdir. Bunu kim demişdi hər şeydən əvvəl? Nikumaş demişdi ona. İskəndər Şərəfnamənin əvvəlində Nikumaş demişdi. Əmr etdi. Qılınc teşt gəlsin meydana, qanlılar çəkilsin taxt ayağına. Başına dik tutan 2 sərvəri, boynuna həmayil keçirənləri qəhərlə boyayıb al-əlvan qana, kəndirdən həmayil vursun boynuna. Onlara verilən böyük vədlər, qızıl, gümüş, inci, cəvahir, gövhər məclisə töküldü xəzinəsindən. Şah baş qaçırmadı öz vədəsini, yəni öz dediyi sözü tutur. Sonra da ölümlə eylədi təhqir, ən birinci dediyini eləyir. Sonra da ölümlə təhqir edir. Tez dara çəkdirdi boynunda kəndir. Deməli, onları necə cəzalandırır? Boynunda kəndir dara çəkdirir. Bəs bir nəfər də astırmışdılar. O kim idi? Deməli, yadda qalsın ki, bilirsiniz kimdir? Gülpərinin əmisi oğludur. Əmraslan. Onu da öldürmüşdülər. Dara çəkdirmişlər. Həqiqətən də o qaçaqlılıqla məşğul idi. Pis işlərlə məşğul olduğuna görə. Ordunun içində carçı çəkdi car. Daranın qatili bunlardır bunlar. Carçı çəkib car nəyi deyir? Daranın qatili bunlardır. Hər xain işlərsə belə xəyanət, işinin cəzası budur nəhayət. Yəni xainlərin cəzası budur. Ağanı öldürən bəndəni zinhar, hansı bir ağıllı kimsə bağışlar? Ağasını öldürəni kim bağışlayar deyir. Bu halı görüncə şəhərli ordu İskəndər ədlinə təhsin oxudu. Bunu görəndən sonra insanlar nə edilər? İskəndərin ədlinə, ədalətinə təhsin oxudular. Adil olduğunu yəqin etdilər. Əmrinə yer göydən bağlandı kəmər. Yığıldı məclisi ağıllı kəslər. Ordan uzaq olsun bəd, yaman gözlər. Üz-üzə səhv çəkdi hər iki ordu. Oturan kimsələr ayağa durdu. Sıx kəmər bağlamış kəmər bəstələr, kəmərlər sanki bir halqadan keçər. Padişah yürütdü elə siyasət. Baxın, burada unutmamış sizə bir şey deyim. Siz qeydlər götürün. Elə burada ağ hissəni saxlayıram nəyi? Deməli, burada hansı məşhurların adı çəkilir? Bax, bir-bir deyirəm, qeyd götürün. Birincisi İsfəndiyar. İkincisi Bəhmən. Üçüncüsü Cəmşid. Dördüncüsü Keyxosruf. Xəttə siz fikir verməyin, əsas qeydləri götürün. Deməli, gəlin bax, 5-incisi kim oldu? Zöhhac. Bax, bu Zöhhac söhbəti bir də bilirsiniz harada var idi. Zöhhacın taxtı tacını künfətini etdirdi. Belə bir ifadə keçir Oxtaylı oğlunda. Sonra 6-cısı isə kim idi? Keyqubat.
Bax belə. Keçək indi isə bu hissəyə. Hər candan qaldı bir qurumuş surət, sanki bu surətdən bəzənmiş divar. Ruh uçmuş yalnız bir quru cəsəd var. İranı, Daranı yenən İskəndər, İranı, Daranı udan İskəndər, məclisə Şam kimi oldu cilvəgər. Dəyərli kəslərə hər gün yanaşdı, hər kəsin ağlınca bir söhbət açdı. İgid Fəribərzi tez dəvət etdi. Baxın, bu İgid Fəribərz bilirsiniz kimdir? Daraya yol göstərməyən birisidir. İndi səbəbini də biləcəksiniz. İskəndər, bunu bax belə qısa mənasını verin. Bəzi müəllimlər var ki, onlar bax İskəndəri qavramıram deyirlər, amma mən onlara yəni buradan bunun izahına görə yerləşdirirəm ki, istər abituriyentlər olsun, istər müəllimlər olsun ki, yəni onlar bəzən anlamaqda çətinliklər çəkirlər. Ona görə yəni sadə dilindən bəzən dayanıb izahlarını verirəm ki, yəni onlar asanlıqla başa düşə bilsinlər. İgid Fəribərz kim idi? İskəndər buna deyir ki, sən niyə Daraya deyir yol göstərməmsən? Çünki sən ağıllı və uzaq görənsən. Deyir ki, sən buna görə Daraya yol göstərməliydin. Hətta qəzəblənib də Fəribərzə. Fəribərz şirin dillə bunu nə qədər yola gətirməyə çalışırsa çalışır, alınmır. Amma sonradan yola gətirir. İndi baxın, həmin hissəni sizə danışıram. Çox hörmət göstərdi, məhəbbət etdi. Ey qoca pəhləvan söylədi ona. Başını kölgə salmış öz ayağına. Bax, bu pəhləvan söhbətini biz bir də harda görürdük? Pəhləvan Gəcəralı var idi Koroğluda. Dünyada illərcə ömür sürdün, sən bixəbər deyilsən dünya işinə. Sən dünyada illərin ömür sürmüsən və dünyanın işlərindən bixəbər deyilsən. Gördün ki, zülümdür Dara ayini, mən kimi suçsuzluğa bağlarkən kini, dünyanın sirrini bilirkən ne için Dara'nın öyüdü, Dara'dan öyüdü sən əsirgədin. Sən deyir dünyanın hər bir sirrindən xəbərdarsan. Bəs nəyə görə Dara'dan öyüdü əsirgədin? Gənclik hər kişini coşduran zaman qocanın susması deyilmi nöqsan? Deyir, yəni o gənc ola bilərdi. Əslində gənc deyil, sadəcə deyir ki, gənclik yəni onu coşdurur. Yəni sənə nisbətdə gəncdir mənasında. Gənclik deyir, hər kişini coşduran zaman qocanın susması nöqsan deyilmi? Yəni sən nöqsanlısan, sən qüsurlusan, sən səhvsən, sən ona yol göstərməliydin demək istəyir. Şahın hiddətini görüb dinləyən, demək şah hiddətlidir ona. Yağlı bir dil ilə söz açdı, birdən başlayır şirin-şirin danışmağa. Təzimdən belinə əydi kaman tək, saralıb sifəti lap zəfəran tək. Sözlə silahlandı. Bir də bax, burada ilə gəlmişkən, qarşıma çıxmışkən bu sözü sizə deyim, bu zəfəran söhbətini. Bu zəfəran söhbətində uzanma var, yəqin ki, bilirsiniz Azərbaycan dilindən. Sözlə silahlandı, yayı açaraq, qutudan oxlara bir-bir saçaraq. Öncə İskəndəri çox öydü belə, qol boyun olsun şah öz diləyi ilə. Dünyanın sərvəri olsun, kamikar ömründən kam alsın uca Şəhriyar. Başladı buna alqış eləməyə. Gənc başın sevinclə ucalsın hər an, çəkmənin altında sürünsün düşman. Bu qoca nəsihət etdi nə qədər, o kinli qəlbinə etmədi əsər, yəni onu təsir eləmir. Ona çox göstərdi işıqlı çıraq, bunlar da vermədi bir fayda, ancaq ona çox işıqlı çıraq göstərir, bunlar bir fayda vermir. Tacı taxt verdiyi zaman İskəndər tədbirsiz bir Dara nə edə bilər? Yəni əgər deyir, İskəndər taştaq verdiyi halda tədbirsiz bir Dara nə edə bilər? Dara tədbirsiz idi. Birbaşı ucatmaq istərsə Dövran, əgər deyir Dövran birbaşı ucatmaq istəyirsə, kəməndə düşəcək boyuncaldan. Yəni boyuncaldan sel gəlib bir arxı pozarsa əgər, su axıb başqa bir çaya tökülər. Sənə xəzinələr verərkən Dövran incimə düşmənin yoxsulluğundan, yəni sənə xəzinə verir, düşmənə isə yoxsulluq veribdir. Azadə bir şahsan, hələ gənc ikən çalğını qədəhi buraxma əldən. Tövsiyələri var bax buna. Çalğını qədəhi əldən buraxma deyən kim idi? Fəribərz idi. İstəyə gəncliklə mümkündür çatmaq, istəyə gəncliklə çatmaq olur. Qocalıq gəldimi? Axtar bir bucaq, qocalıq çağında çərxin inadı, Cəmşidə Zühakə nələr qurmadı. Padşaha qocalıq gəldimi bişək, pərəstiş edənlər üz döndərəcək. Yəni, padşah qocaldıqda ona pərəstiş edənlər üz döndərəcəkdir artıq. Əsrarı duyandır seçən hər zaman, yaxşını yamandan, dostu düşmandan. Görüncə insanı tanıyandır bu, hər kəsin qəlbinə çökəcək qorxu, yıxmağa birlikdə edənlər tədbir, deyərlər mənfəət verən deyildir, alət olmaq üçün istəklərinə, gənc bir şah qoyarlar onun yerinə. Onun üçün Keyxosrov həm də Keyqubaz şahlığı etmədi qocalıqda yad. Deməli, şahlığı kimlər qocalığında yadlarına salmır? Birincisi Keyxosrov, ikincisi Keyqubaz. Çünki şahlığa başqa bir şaha tərk etdi, Əlbürsün yolunu tutaraq getdi. Əlbürs burada adam addı, bax. Deməli, tarixi şəxsiyyət kimi 7-ci onu götürə bilərik. Əlbürs.
Yeməkdən içməkdən nəşə aldılar, zəhərli qılıncı salim qaldılar. Şah gördü ki, kəyandan yadigar olan yaxşını yamandan seçir hər zaman. Şah görür ki, kəyandan yadigar kimdir burada? Fəribərzdir və o yaxşını yamandan seçə bilir. Döyüşdə sınanmış sözü açıqdır. İskəndər bir daha sordu o pirdən. O pir dediyi kimdir? Fəribərzdir. Düşməni döyüşdə nə şeydir yenən? Soruşur ki, düşməni döyüşdə nə yenir? Birincisi bunu soruşur. Nə şeydir ordunu mətin saxlayan? İkincisi, nə şeydir ordunu qorxuya salan? 3. Davada sınanmış qoca namirdar, bir də o pəhləvan olur bəxtiyar ki, səndən başqa ki, sən tək padşahın ordusundadır, səninlə özünü bir ordu sanır. Uca fərmanınla bu zəif torpaq sənin üçün bir möhkəm qələ quracaq. Eşitdim bir keçmiş döyüşçüdən mən, ürək qüvvətlidir can qüvvətindən, şahım orada çəkmək cəsarət istər, heç aciz qalar mı, igid hünər var. Ordunu meydana çəkərkən gərək padişah olmasın ondan bir kömək. Mətanət sənindir, kömək tanrıdan. Bunlardır ordunun mətnini saxlayan. Ordunun mətnini saxlayan nədir? Mətanətli olmaq, bir də tanrıdan kömək istəməkdir. Düşməni yenərkən unutma bunu, bağlama düşmənin qaçmaq yolunu. Ümidin qırılsa ürəkdən çalış, mərdin qulağına buran olmamış. Uğurlu zamanda zəfər gözləyən düşmənin qorxusunu sizin könüldən Zaloğlu söyləmiş mərd fəramərzə, könlünü qırma sən əlbürzə lərzə. Bəhmənə söyləmişəm İsfəndiyar, qəlbini qırmayan bir ordu qırar. Çünki öz qəlbini qırmışdı Dara, qanını qorxaqlıq tökdü daşlara. Deyir ki, Dara öz qəlbini qırmışdı və onun qanını daşlara. Baxın, çünki öz qəlbini qırmışdı Dara, qanını qorxaqlıq tökdü daşlara. Qorxulu ürəklə meydana gir. Deyir ki, ona görə öldü ki, qorxulu ürəklə meydana gir. Yəni bilirsiniz necə? Bir istər prezident olsun, istər şahlıq olsun, onun arxasında kim durar? Xalq. Düzdür. Amma Dara qorxaqcasına girmişdi. Bəli, ordusu var idi, hər bir şey var idi, amma öz ölkəsinin insanlarının sevgisini Dara qazana bilməmişdi. Ona görə o deyir ki, qorxaqlıqla meydana girir. Lakin qorxusunu o gizlədirdi. Qəlbinə bir işıq salmadı. Dövlət oldu bu döyüşdə torpağa qismət. Qocanın sözündən şah çiçəklənir. Bundan sonra onun sözündən çiçəklənir. Uğurlu bir faldır deyə şənlənir ki, uğurlu bir fal deyə nəyi hesab edir? Bax, deməli, İskəndər doğularkən də o uğurlu bir fal çıxmışdı. Burada da uğurlu fal hesab edir. Lakin uğurlu çıxmamışdı münəccimlərin falı. O zaman ki, deməli, İskəndər ölərkən. O da İqbalnamə hissəsindədir ki, biz həlli bu hissələr şərəfnamədəndir. Baxaq. Ona bağışladım. Çox böyük sərvət İran başçıları xidmətdə durdu və onlara sərvət başlayır. Onun daşları ilə tərəzi qurdu. Uzaqdan gələnlər şəndərgahına, şahanə məclisə etdilər. Səna dua eləməkdir. Bugün ən bəxtiyar padşahımız var. Bu zülüm nə qədər yaşar. Bu sözdən həyəcan aldı tacdar. Xalqa belə xəbər verdi cartılar. Sənətkar getməsə öz sənətinə, yaxşı iş görsə də suçludur yenə. Yəni, hər kəs özünün sənəti ilə, peşəsi ilə məşğul olmalıdır. Yaxşı iş görsə də suçludur yenə. Əgər bir insan öz sənəti ilə məşğul olmayıb, başqa bir işlə məşğul olsa, yenə də nədir? Günahkardır. İkinci öküzdən kömək istəsin, tarladan kötandan dilə istəsin, ordu işlərinə qayıtsın, əskər şəhər işlərinə getməli, şəhər. Yalnız öz işinə gitsin, hər kişi bərk tutsun əvvəldən bildiyi işi möhkəm tutsun. Çağırdı hər sənət atan kişini, tapşırdı onlara köhnə işini, deyir ki, köhnə işinə məşğul olmalısınız. Hər kəsin işini çıxardı üzə, bu dünya parlatdı, gəlməsin gözə. Qurtardı dünyanı xərabəlikdən, dövründə bu dünya oldu bir gülşən. Onun hökmü ilə dövr etdi cahan, dünyanı saxlayır ağıllı insan. Bizim deməli İskəndərnamə poemasından şərəfnamə daxil olmuş, daha doğrusu şərəfnamədən verilmiş 3-cü başlığı oxuyuruq ki, bu yeni daxil olubdu, baxaq. İskəndərin Rus qoşununun hücumundan xəbər tutması. İskəndər hər yerdə qələbə çaldı, lakin vətən eşqi qəlbini aldı. Hər bir yerdə qələbə çalsa da vətən həsrətini çəkir. Hökmündə olsa da saydı vilayət, o doğma yurdunu çəkərdi həsrət. O gecə qət etdi, səhər qalxaraq, atına küləkdən taxsın bir ayaq, qəlbində söndürsün vətən odunu, Xorasan havası şənlətsin onu, Əcəm torpağını açsasın, yenə oradan yol açsın İstəxir mülkünə, oradan hara getmək istəyir? İstəxir mülkünə getmək istəyir. Dünyanın rəngi də uysun baxtına, şöhrətlər qazansın uca taxtına. Geçsin müşafərin
mülkündən bir də yaxşını yamanı görsün o yerdə. Yeni don giydirsin köhnə işlərə, önündən bir dünya düşsün, bir dünya diz çöksün, önündə bir dünya diz çöksün yerə. Hər kəsə yenidən versin var, dövlət, töhfələr paylasın, göstərsin şəfqət. Bəxşlər ayırsın istəyənlərə, yenidən yaşayış versin hər yerdə. Hər yerə. Gedərkən bunları düşünür dərin, başqa cür düşünməz hökmran yəqin. Abxaz hökmdarı olan dəvalı, ucalmış padşaha yaxın olalı. İskəndər hökmünə bağlarkən kimər deməli, Abxaz hökmdarı kimdir? Dəvalı idi və o İskəndərin deməli tabeliyində idi. Və İskəndər hökmünə kəmər bağlayır. Dünyaları ölçər ölkələr gəzər padşahın yanına gəlincə birdən təbil təginləyib qopardı Şivan, birdən həyəcanla deyir ki, padşah Rusların zülmü çox dərin, Abxaz gərdeyindən qaçırır gəlin. Ruslar o qədər zülm verir ki, Abxaz gərdeyindən gəlin qaçırırlar. O gözəl ölkədən gəlmiş bir tanış, deməli buna bir tanış gəlib məlumat verir ki, bəs belə bir İskəndərim aparatlar. Naiman anada sövdəgərlərdən eşitmişdi ha məlumatı. Oradan sövdəgərlər keçəndə eşitmişdi ki, bəs belə bir manqurt var. Deyir, o var yoxdan çöp də qalmış. Deməli, bir nəfər tanış Dəvalıya deyir ki, Nüşabənin yurdundan bir dənə də çöp qalmayıb. Bir dənə çöp belə olsa qalmayıb. Alan ərk rusları edərək axın. Deməli, haran rusları alan və ərk. Yağmur takı ölkəyə etmişdir basqın. Dərbəndə ətrafa fitnələr saçmış, gəmiyə dalaşıb dənizə qaçmış. Qədərsiz basqınlar etmişdir. Yenə yenidən yol vermiş o köhnə kinə. Qəflətən talamış hər yerdə nə var? Bir də yol tapmasam oşum ayaqlar. Deyirlər qədərdən çox ölən varmış. Həm qırıb dağıtmış, həm də aparmış. Heç bir şey qalmamış dolu ambarda. Xəzinə boşalmış yoxdur dindarda. Dolu ambardan heç bir şey qalmayıb. Xəzinə boşalıbdır. Heç dindarda yoxdur. Xəzinə geyimdən boşalmış gerçək, sandıqdan dür qalmış taxtımdan ipək. Gördüyün o bərdə olmuşdur viran, o zəngin şəhərdən qalmamış nişan. Gözəl Nüşabəni almışlar əsir, işrət qədəhini qırmışlar bir-bir. Sarayda görmüşdüm o qədər gəlin. Yəni, indi deyir ki, hamısı tutulubdur. Onlardan qalmamış heç bir nazənin, vurmuş bir-birinə kəndi şəhəri, ateşdə yandırmış şən ölkələri. O qızğın döyüşdə məhv olsaydım mən, asudə olardım bu dirilikdən. Sənin xidmətində oldum bəxtiyar, orada əsir, deyir gəlinlər, qızlar. Düşməndən intiqam almazsa padşah, imdada yetişsin o böyük Allah. Yəni deyir ki, sən ora gedib düşməndən imdad almalısan. Daha doğrusu düşməndən qisas almalısan, imdada yetişməlisən, yoxsa deyir Allah imdada yetişsin. Yalnız surətindən görünər insan, madam ki yol tapmış bunlar xəzinəyə ziyanlıq verəcək bir çox ölkəyə. Bunlar xəzinəyə yol tapıbdır, yəni əllərinə xəzinə keçibdirsə, yəni bundan şirinikib çox yerlərə gedib tutacaqlar mənasında. Ziyanlıq verəcək bir çox ölkəyə. Zülmlə açacaq yeni qol qanat, kərvanlar soyacaq sönəcək həyat. Ölkəyə dərindən ziyan vuracaq, Roma, Xorasana əl uzadacaq. Acıqlandı padşah bunu dinlərkən, onun övladına olan sitəmdən Nüşabə üçün də qəmləndi hədsiz, çünki o ölkəni tuturdu əziz. İskəndər dar öləndə kədərlənir. İskəndər bundan sonra Nüşabə tutulanda kədərlənir və narahat olmağa başlayır. Onun üçün. Aha. Kərvanlar soyacaq, sönəcək həyat, ölkəyə dərindən ziyan vuracaq, Roma, Xorasana əl uzadacaq. Acıqlandı padşah bunu dinlərkən, onun övladına olan istəmdən, Nüşabə üçün də qəmləndi hədsiz, çünki o ölkəni tuturdu əziz. Acıqlı başını dikdi köksünə, başını kədərlə qaldırdığı yeni dedi, ey dəvalı verirəm fərman, qəlbimdə çırpındı canında olan vəqəni anlattın sən, dur bir yana, bu işi büsbütün gəl tapşır. Acıqlı başını dikdi köksünə, başını kədərlə qaldırdı yenə dedi, ey dəvalı verirəm fərman, qəlbimdə çırpındı canında olan vəqəni anlattın sən, dur bir yana, bu işi büsbütün gəl tapşır. Mənə deyir ki, sonra görərsən nə səhman verirəm işləmə işləri, deyir qaydasına salacağım, kəməndim nə qədər baş tökər yerə, alaram ağlı, huşu başlardan aslanlar, qanına sallam həyəcan. Aslanla oynamaq deyildir asan, itləri salaram kinli qürurdan, qoymaram Burtasdan, ruslardan nişan. Deməli, Burtas kimdir? Rus hökümdarıdır. Başları qurtarmaz ayaq altından. Ruslar Misir olsa da tökərəmlilə.
şuuru azınca əzdirirəm filə. Taxtımı qaldırıram dağından, yüksək daşları dəhşətdən ərisin, geri nə əjdər qoyaram bu könüllərdə, nə də ot ki, dərman olsun bir dərdə. Ruslardan bir öcü almayıb gitsən, Filagus oğlu deyiləm itəm, burtasın qurdunu. Özünə bax, təhqir edir. Ruslardan qisas almasan, Filagusun oğlu deyiləm itəm. Özünü itə bənzədən kim idi? Sərdar Zaman idi və bığlarımı qırtdıraram, deyirdi kim? Qurbanəli. Burtasın qurdunu tuası olmasam, Burtas güzündən daha alçağam. Dövranın gərdişi verərsə imkan, alaram öcümü kinli düşmandan. Qaytarar, nə ki şey aparmış bilsən, düşər ayağıma. O qarət edən düşəbə qurtarır zəncir altından. Mən şakir alaram qamışdan, inan. O gümüş daşlarda gizlənsən belə, xamırdan tük kimi çəkərəm çölə. Tədbirlə açılar bu çətin işlər. Ağacda zamanla açar çiçəklər. Hər işdə tədbirdən əl götürməmək, zamandan zamana dolanır fələk. Bu yola var mıdır ərzaq hazırlıq? Murada çatınca dözərəm artıq. Qocaman dağlardan dənizə qədər üsul iş axıb gedər. Fikrim at sürməkdə əcəm mülkünə, o yerdə əylənmək istədim yenə. İndi ki üz vermiş belə bir dastan, taxtımdan ayrılmaq yaxşıdır bundan. Əgər belə bir şey baş verirsə, mənim taxtımdan ayrılmaq yaxşıdır bundan deyir. Qoşunun əzməti tərpənsin, ancaq bu yolda yəhərim taxtım olacaq. Düşməndən intiqam almayınca mən qaçaram yatağımdan, qaçaram yatmaqdan, istirahətdən. Deyir, mən düşməndən qisas almasam, qaçaram, istirahət eləmərəm, yatmaram. Dəvalı o halı gördüyü zaman azaldı qəlbində kinli həyəcan və gör ki, artıq İskəndər narahatdır, kinli həyəcanı azalır. Dodağı doldurdu yeri ənbərlə, üz sürtdü torpağı, su vardı zərlə. Aha, baxın, üz sürtməyi burada da gördük. Üz sürtməyi bayaqda qeyd etmişdim. Belə. Keçir indi sən. Bax, burada rusları sarı papaq adlandırır İskəndər. Bir dəqiqə onu qeyd edim əvvəlcə. Bax, rusları nə adlandırır? Şumayak. Rusları Şumayak adlandırır İskəndər. Bir də sarı qulaqlar adlandırılması var idi. Bu yeni əsər bilirsiniz hansındadır? Qəsd edilmiş gözəllikdədir. Oradakı uşaq, deməli rusları deyir ki, babam onları sarı qulaqlar adlandırır. Təmizləyək buranı. Birini deməyi unuttum. Tunç zirehli ilanlar adlandıran hardaydı? Bəxtiyar Vahabzadənin Şəhidlər poemasındaydı. Deməli, birincisi rusları Şumayaq adlandırdı İskəndər, namədə İskəndər. Sarıqulaqlar adlandırdı qəsd edilmiş gözəllikdəki deməli, obrazlan uşaq. Tunç zirehli ilanlar deməli, bu isə Şəhidlər poemasında idi. Dördüncü başlıq isə, baxın, bax budur. İskəndər Qıpçaq çölündən çatır. Dan yeri yaqutdan şəfəq saçanda, şəbdisinin belindən təngi açanda İskəndər yenə də ata minərək yel kimi tərpəndi, oldu bir şimşək. Ceyhun sahili ilə atını saldı. Oradan Xarəzmə doğru yol aldı. Baxın, nə qədər yer adları var burada. Arxada ordusu dəniz tək axır. Çöllərdən hesabı barmağındadır. Çöllərin hesabı barmağındadır. Xarəzmin çölünü ölçərək pişdi. Ceyhuna gələrək Amuldan keçdi Amul. Aləmi qurtarmaq fikri ilə Rusdan suda və quruda durmadı bir an. Yeməyib yatmayıb hey sürürdü at. Yeməyib yatmayıb at sürmək bir də hardaydı? Həmzədə. Səqlab çöllərinə açınca qanat, Qıpçaqla qaynaşan boz çöllər gördü, baldıra ağappaq gözəllər gördü. Üzü od, yanağı su kimi oynaq, günəşdən və aydan daha şox parlaq. Hamı kiçik gözlü könül ovlayan, bir pəri səbrini alın əlindən alan, nə örtü, nə yaşmaq bilirdi onlar. Deməli, bax, gəlir bura Qıpçaq çöllərinə, həmin buradakı gözəllərin də üzləri açıqdır. Burada orduda da hamısı belə deyək də, deməli, kişidir, ordunun da böyük qismi. Ümumiyyətlə, o dövrdə qadınların döyüşməsini heç burada görmürük İskəndərin ordusunda. Qadınların öz yoldaşlarına vuruşması var idi Dədə Qorqudda. Deməli, burada həmin bu Qıpçaq gözəlləri baş açıq gəzirlər, baldırı açıq gəzirlər və bu arada baldırında bağırsaq söhbəti bir də xatırlayırsınızmı bunu? Səsli qızdaydı, oradan da onu
deyim, qeyd götürün istəsəz. Bax bu gözəllərə deməli İskəndər görür ki, oradan kişilər meyil salır bu gözəllərə. Yəni onların belə deyək də o qadınlara hətta toxunmaq istəyirlər orada kişilər. İskəndər buna yol vermir. Belə deyək də onlara elə sərt davranış göstərir ki, artıq onlar bir də bu şeyi təkrar etməyə cürət etmirlər. Lakin bundan sonra İskəndər oradakı ağsaqqallar üzünü tutur, deyir ki, Qıpçaq çöllərinin ağsaqqallarının üzünü tutur, deyir ki, bu gözəllər üzlərini örtsünlər və ki, yəni olmaz da belə onlar həm ərlərinə sədaqət edirlər bu yolla, həm də ki, olmaz özlərini açıq qoymaq, özlərini örtsələr hələ ərlərinə sədaqət etmiş olarlar. Qıpçaq elin ağsaqqalları da İskəndərə deyir ki, bizə deyir adətdir ki, üzü açıq qoymaq, sizdə isə adət olsun gözünüzü bağlamaq. Yəni biz gözəlləri örtmürük, siz gözəlləri görməmək üçün öz gözünüzü bağlamalısınız və bunun üçün İskəndər bilmir neynəsin. Deməli bu zaman o Bəlinasdan kömək alır. Çıxış yolu kimi Bəlinas neynir? Bir dənə heykəl ucaldır və həmin heykəlində başı örtülü olur. Bundan sonra artıq Qıpçaq gözəlləri həmin heykələ baxırlar və onlar da başlarını örtürlər. Bax bu hissənin açıqlaması budur. Baxaq. Qıpçaqla qaynaşan boz çöllər gördü, baldırı ağappaq gözəllər gördü. Üzü od, yanağı su kimi oynar, günəşdən vaydan şur daha çox parlaq. Aha, buralar dedik, darlıqda keçinən subay əskərlər görürsüz. Buranı subay əskərlər görüncə örtüsüz bir dəstə dilbər dözməyib qaynadı gəncliyin qanı, dinləməz oldular əmri fərmanı. Yəni bu qadınlara toxunmaq istəyirlər. Nə pəri səbrini əlindən alan, nə örtünə yaşmaq bilirdi onlar. Onlar nə də, bax deyir ki, nə qardaşdan, nə ərdən qorxurdular onlar. Darlıqda keçinən subay əskərlər görüncə örtüsüz bir dəstə dilbər dözməyib qaynadı gəncliyin qanı, dinləməz oldular əmri fərmanı. Padşahın qorxusu çöktü əskərə, əl ata bilmədi o gözəllərə. İskəndər görüncə o afətləri, xoşuna gəlmədi bu adətlər, onları görürüz açıq bəyənmir. Ağ bədənlər gördü gümüş vücudlu, ordu bütün susuz onlar sərin su. Ordunun halına yandı nə demək? Hər qadın qadındır, erkək də erkək. Bu işə sərf etdi öz hünərini, çağırdı Qıpçağın böyüklərini. İskəndər onlara etdi çox hörmət, ucaldı, başları göstərdi, şəfqət örtüldü. Qıpçağın böyükləri, Qıpçaq elin ağsaqqallardır. Örtülü dedi çöl qıpçaqlarına, örtülü şəkildə deyir ki, üzünü gizləmək xoşdur qadını. Örtülü şəkildə deyir ki, qadın üzlərini gizləsələr daha yaxşı olar. Və qadın ki, yadlara açar üzünü, nə əri düşünür, nə də özünü. Əgər qadın üzünü yadlara açarsa, nə ərini fikirləşir deməkdir bu, nə də ki, özünü fikirləşir deməkdir. Nə suçu var, özün cəza verir gözə. Bu sözlər gəlirsə padşaha ağır, nə üçün bəs üzə, arxaya baxır. Bu hasar deyilmi qıza gəlinə, örtü salmaqdansa xalqın üzünə. Özün bir örtü çək, baxan gözünə. Baxın, bax bu hissələri mən demişdim, yəni gözünü ört. Gözünə pərdəni asan bir nəfər, şübhəsiz nə günəş, nə ay, nə də ay gərər. Bu işdə cahandar əmr edər bizə, əmridir bizə. İstəsin hər qıpçaq can verir sizə. Yəni siz bizə əmr eləyin, biz sizə can verək, amma yəni bunu eləməyin. Edərik hər əmrin olsa itaət, öz ayınımızdan dönmərik əlbət. Qıpçağın dilini uzun görüncə susaraq aldı bir acı düşüncə. Padşaha apaydın oldu həqiqət, bu xalqa bir fayda verməz nəsihət. Yəni bunlara nəsihət deməyimin heç bir mənası yoxdur deyir. Tutarlı bir tədbir göstərsin deyə çalışır ki, tutarlı tədbir göstərsin. Söylədi bu sirri o fərzanəyə, bu kəmənd saçlılar gözəldir dilbər. Hayf ki, yadlardan üz örtməyirlər. Pərvanə atəşdə yandığı qədər yadlara bəladır bu qara gözlər. Nə yolla Qıpçağa bəs yumşaldım mən. Gizləsin üzünü naməhrəmlərdən. Bəlinas dil açdı ona hörmətlə. İtaət edərəm böyük minnətlə. Baxın burada deməli onun özü kömək istəyir ha. İndi qoyun sizə aydınlaşdırın bunu. Baxın burada gör nə deyir fərzanə. Tutarlı bir tədbir göstərsin deyə İskəndər kimi ağız açır, söylədi bu sirri fərzanəyə, yəni Bəlinasa. Bu kəmənd saçlılar gözəldir dilbər, hayif ki yadlardan üz örtməyir. Gözəllər amma üzlərini örtmürlər. Pərvanə atəşdə yandığı qədər yadlara bəladır bu qara gözlər. Nə yolla Qıpçağı bəs yumşaldım mən. Gizləsin üzünü naməhrəmlər deyir. Mən neyniyim ki, onların ürəyini yumşaldım. Onlar özlərini naməhrəmlərdən gizləsinlər. Bəlinas dil açdı ona hörmətlə, itaət edərəm böyük minnətlə. Mənlə bir tilsim qurum bu yerdə dastanlara düşüb qalsın. Dillərdə deyir, mən elə bir şey eləyim ki, dastanlara düşüb dillərdə qalmış olsun. Aha.
Tilsimi hər qadın gördüyü zaman öz gözünü örtüb keçər yanından. Bu şərtlə padişah qalsın mənimlə, istədiyim şeyi gətirsin ələ. Gərəkçi şeyləri yaxşı yamandan güc ilə qızılla qapdı, tapdı hökmran. Bəlnas güvəndi bəxtiyarlığa, tədbirlə başladı sənətkarlığa. Qara daşdan qurdu gözəl nazərin, tikəltdi bir yeni ayinli, gəlin ağ mərmər çadrası. Heykəl daşında səmən yarpağı idi, bitmiş başında. Hər qadın keçirkən gördüyü zaman utanıb üzünü gizlədi ondan. Keçirlər üzlərini gizləyirlər amma. Üzünü gözünü örtdü hər göyçək. Bax görürsüz, problem verir, problemin həllini də verir. Yəni İskəndər üçün qızların öz açıq gəlməsi problem idi, amma problemin həlli də var ki, burada onların belə deyək də üzlərini örtməsi üçün Bəlinasın qara deməli daşdan heykəl düzəltməsi. Özünü gözünü örtdü hər göyçək, utanıb üzünə çəkdi bürüncək. O gün ki çalışıb çarşaflı heykəl quruldu, qıpçağa üz örtmək bir adət oldu. Qıpçağa üzünü örtmək adət halına dönüşür. Sənətkar kişidən sordu İskəndər, nə üçün bu xalqa daş etdi əsər? Etmədi verdiyim əmrə itaət. O cansız heykəldən aldılar ibrət. Bəxtiyar bilici dedi hökmran, qıpçağın ürəyi qatıdır daşdan. Bu gümüş bəndlər daş ürəklilər, deməli İskəndər onları adlandırır gümüşbənd, daş ürəkli kimi qıpçaqlara. Daş ürəkliləri onun üçün sevir, hər biri elə ki daşa yan alır. Qatı ürəkləri onda yumşalır, üz gözü bərk daşdan yaranmış dilbər, utanıb üzünü yadlardan örtər. Bizə də gərəkdir belə bir örtü. Fikirləşdik ki, bizə də lazımdır. Ərlərə hörmət yadlara örük. Ərlərə hörmət yadlara örük nə deməkdir? Yəni ərinə hörmət eləyən özünü gizlədər, yadlara da örük. Yadlara örük nə deməkdir? Məsələn, çox üzr istəyirəm. Bayaqdan üzü açıq olan qızı qadını görəndə coşurdu, əskərlər toxunmaq istəyirdi, amma onların üzünü örtüyü görəndə artıq toxunmaq istəmirlər. Yəni yadlara örük. Örük bilirsiniz nədir? Məsələn, kət yerlərində heyvanı bağlayırlar örüyə ki, kəndirin uzandığı qədər olan məsafəni yeyir də, o yerin otunu yeyir. Örük qısa olanda o inək otu az yeyir və yaxud ki, digər heyvan olsun. Əsasən ki, inəyi örüyə bağlayırlar. Örük qısa olanda isə qısa olanda az yeri, uzun olanda geniş ərazini yeyir də. Yəni demək istəyir ki, bu qadınlara da üzlərini örtməyin olması örükdür. Yəni başqalarının onlara yaxınlaşması üçün çəkilmiş bir sədd kimi bir şeydir. Bunu çatdırmaq istəyir əslində deməli. Bir də ki, göylərə aid bir sir var. Etmirəm o gizlin sirri aşikar. O tilsim kök salda durduğu yerdə üzlərə oldu bir ismətli, pərdə tilsimli. O heykəl yenə ucalır, uçmamış o çöldə indi də qalır. Yəni demək istəyir ki, hazırda da qalıbdır. Çevrəsi oxlardan dönmüş ormana, çay böyüncə bitən ota tükana. Yəni ətəkdən qartallar salan oxlardan daha çox görünür qartal və tərlan. Deməli, bir də bax, yadınızda saxlayın. Gözü qayır qaynayan Həmzə idi. Tərlan gözü kimi oyur oynayan Koroğlu idi. Yadınızda qalsın. Bunu dim testlərində görmüşəm. O baxımdan deyirəm ki, qeydlərdə götürün. O yerdən keçərkən daim qıpçaqlar pir deyib başını səcdəyə qoyar. Pir deyib nəyə başını səcdəyə qoyurlar? Bəlinasın irəli sürdüyü təkliflə hazırlanan örtülü qadın heykəlinə. Hər atlı piyada o yoldan gedir. Qadın heykəl dedim, nə yadıma düşdü? Bax, yadınızda qalsın. Müsifət Fəxrəddinin sonundakı qayibdən gələn səs qadın səsi idi. Bunu da yadınızda saxlayın. Pir deyib başını səcdəyə qoyar. Hər atlı piyada o yoldan gedir, heykələ pir deyə pərəstiş edir. Atını sürərkən daşa pir deyə edir oxluğunda bir ox hədiyyə. Deməli, o qadın nə hədiyyə verirdilər? Ox. Çobanlar sürü ilə keçəndə qoyun verirdilər. Ox 1, qoyun 2. Qartallar ucadan edərkən pərvaz qoyundan bir tük də qoymurlar. Deməli, kərvanların keçərkən verdiyi qoyunu qartallar yeyirdilər. Qorxaraq o Polad Pəncə qartaldan heykəlin səmtinə gəlməz bir insan. Heykəlin səmtinə bir insan niyə gəlmirdi? Qartaldan qorxurdu. Çünki kərvanlar keçərkən qoyun verirdilər. Kərvan nədir? Çox çobanlar. Çobanlar qoyun verirdi. Çoban verdiyi qoyunu qartal yeyirdi və ona görə də o heykəlin yanına yaxınlaşa bilmirdilər. Heykəlin səmtinə gəlməz bir insan, bax bilici necə bir heykəl qurdu, o sənəm gah açdı, gah düyün vurdu. Biz indi isə keçəcəyik 5-ci başlıq. Keçmədən öncə bir şey də qeyd edeyim ki, deməli, bax burada qıpçaqlar köçəri həyat yaşayırlar. Bu qıpçaqlar çöl həyatı yaşadığı kimi köçərilər, azğın köçərilər deyilir özü onlara. Bir də bir şey qeyd edeyim, bu köçərlik bir də bilirsiniz harada var idi.
Köçərlik var idi Xuştbana tavanda. Seyid Hüseyin orada deməli köçərlikdən danışır və köçərlik deyir ki, insanların əgər suyu olsa, şəraiti olsa köçməzlər. Bir də anamın kitabında var idi, bax bu köçərlik söhbəti yadınızda qalsın deyir. Arana yaylağa gedib gəlirik. Köçərlik anamın kitabında var. Aha, qıpçaqları necə adlandırırdı? Həm də onu da qeyd edeyim, götürün. Gümüş bədənli, bir də daş ürəkli. Aha. Bu qeydləri bəzən unuduram. Yəni mən unuduram, o qədər qeydlər var ki, yəni əlaqələndirmələr. Bəzən diqqətinə yayınır, sonradan yadıma düşdü. İstəyirəm çünki baxın. İskəndərin rusları məğlub etməsi, baxın bu neçəncidir? Aha, 5-ci başlıqdır. İskəndərin rusları məğlub etməsi. Keçən günlər kimi yenə İskəndər ordunu bəzədə düzüldü əskər. O geniş çöllərdə böyük tacıdar ordudan dağ kimi çəkdi bir hasar. Bərketdi Hazarın sağ-sol qolunu, Poladla Tozun da kəsdi yolunu. Qürurla ruslar da o biri yandan ordunu sazladı, bəzəndi meydan. Rusların canları kinlə gurlayır, intiqam odundan beyin qaynayır. Ruslar bunlara qarşı kinlidir. Nazanin qılıncın şimşəklərindən başdan ağıl çıxır, əllərdən yüyən dağların beynini süpürmüş yaylar, ordular üstündə oxlar vıyıldar. Yollarda o qədər tökülmüşdü, can məhşər bazarına dönmüşdü meydan. Ruslar hər tərəfdə göstərir hiddət, Rumların başına açır qiyamət. Soxulmuş Rum ilə Rus bir-birinə bənzər ağ qırmızı donlu gəlinə. İskəndər meydanda qızmış aslandı, o əli silahlı bir pəhləvandı. Meydanda bağırır necə bir aslan, sirehli fil necə oxuyur meydan. Şam haman fil ilə aslana bənzər, şah haman fil ilə aslana bənzər. Filin də şirin də yolunu kəsər. Hər qılınc tutana vurunca nərə, başını qılıncla salırdığı yerə. Padşah üz verdi, səadət, zəfər, əzlər qımtalı üstün gəldilər. Bax, burada gördünüz qımtalı da rustum. Bu son şanlı zəfər gəlincə ələ, düşməni oynatdı bir həmlə ilə. Son şanlı zəfər. Qaçmağa başladı basılan yağı, dünya İskəndərə verdi şahlığı. Filbədən əl atdı uzun kəməndə, qıntalın başını keçirdi bəndə. Qıntalın başını bəndə keçirdir. Ruslardan kin ilə tökdülər çox qan, çox oldu tutulan ölən aslan. Çox can baş itirən qırmızı ruslar, qırmızı rəngini itirdi naçar ruslardan, Burtasın aslanlarından. Bax, rus olan kim idi? O Burtas birincisi idi, ikincisi kim idi? Kıntal. Əsir düşdü 100.000, qılınc oynadı. Deməli, nə qədər? 100.000. Qalanlar yem oldu aç qılınclara, qalanları da ölür, fitnə, ölümdən başqa yox çarə. Soyulmuş, talanmış azca bir miqdar salamat qurtarıb geri qaçdı. Çox az bir qismi qaçır. Yəni desək hamısı ölüb, yox. O qədər qənimət aldı İskəndər, olmadı sayını bilən bir nəfər xeyli qənimət alır. Hədsiz qızıl gümüş, xəz, inci, gövhər, tövlələr dolusu canlı dəvələr. Dəvələri bir də harda görürdük? Birincisi Dədə Qorqudda, anası Ağdəvə boynundan asılı gedir. İkincisi Naiman anada. Üçüncüsü Gün var əsrə bərabərdə. Dördüncüsü də buradadır. İskəndər düşmənəyə çalınca zəfər, işləri oldu şux, lövhədən dilbər. İndi öz atından zəfərdir deyə bildi ki, qoyulmuş bütün diləyə. Üz sürtdü torpağa, dedi, ey pay rəhbər, mən qara torpağım, səndəndir zəfər. İşləri oldu şux, lövhədən dilbər, indi öz atından zəfərdir deyə bildi ki, qovuşmuş bütün diləyə. Üz sürtdü torpağa, dedi, ey rəhbər, mən qara torpağım, səndəndir zəfər, dedi. Haqq vermiş bu böyük zəfəri, yoxsulluğa payladı xəzinələri. Dünya boşalınca kinli düşməndən dincəlmək fikrinə düşdü hökmran. Və İskəndərnaməyə, İqbal Şərəfnamə hissəsində daxil olunmuş 6-cı başlığa və sonuncu başlığa baxaq. Elə ki, Feyləqi sollu İskəndər dincəldi üzünə gülüncə zəfər, o yerdə aradı elə bir məkan, oturan kəslərə verməsin ziyan. Deməli, İskəndər neyniyir? Rahat bir yer axtarır ki, oturan insanlara zərər verməsin. Oturan insanlara zərər vermək hardaydı bəs? Hayf ki, yoxdur da, rəvayət əsasında, belə bir rəvayət əsasında yazmışdı. Ağacı tuğbadan olsa sevimli, süsəndən sərt olsun otunun dili. Axan saf çeşmələr versinsə sizə, içimi mey kimi mey halal isə.
Ətəyi yamyaşıl ox ormanlığı, hər yandan bürümüş budaq-budağı, bu suda havada pərvəriş edən hər ağac uzundur 50 ərəşdən. Belə yer keçincə ələ taclar tutdu bu mübarək bucaqla qərar. Tanrının şükrünü edincə tamam, məclisi bəzədi ələ aldı cam. Xoş nəğmə dadlı meydincə əsər, o bahar buludu yağdırdı göfər ordunun çalışan böyüklərinə xalvarla dağıtdı ipək xəzinə. Yəni, çoxlu ipək xəzinə paylayır. Qızılı paylamaqdan daşdı var dövlət hamıya yenidən payladı xəyat. Qəlbəçən quşların oynağı olan bu yeri bəyəndi böyük hökmran. Dünyada alırdı çalğı meyləkam, çərx ona baş əyib verirdi salam. Şərabdan o sərxoş olduğu zaman üzü rəng alırdı gül rəngli sudan. Rusların şahına çağırtdı bir də, oturtdu onu ən layiqli yerdə. Rusların şahına çağırır və onları ən layiqli yerdə çağırtdırır. Zəncirə açdırdı o uca şövkət, verdi saf qızıldan toxunmuş xələt. Ürəkdən bir bəndə oldu padşaha. Öz keçmiş kinini unutdu daha. Deməli, İskəndər özünün keçmiş kinini unudur. Zindandakı keçmiş kinini unutdu bir. Daha doğrusu keçmiş kinini unudur bir. Zindandakıları buraxır iki. Xələtlə ucaltdı, açdı zənciri. Ruslara əmr edir ki, nüşabə gəlsin. Onsuz əl vurmadı gülgün şərabə. Bax, onsuz əl vurmadı gülgün şərabə buradadır. Deməli, İskəndər kimlərsiz heç nəyə əl vurmazdı. Ərəstusuz bir dənə quş belə şişə taxmazdı. Nüşabəsiz şərabə əl vurmur. Padşahın əmrinə tələsi ruslar günəşin yanında ay tutdu qərar gəldilər. Zülmdən solmuş gözəllər. Bəyənmiş olduğu bir dəstə dilbər nüşabə bəzəndi şox geyimlərlə nüşabə döndü ilk baharda açılan gülə. İskəndər talandan saçdı xəzinə, təzədən bir gəlin bəzədi yenə. Kamına mey içdi bir neçə gecə, bəxtiyarlıq günü sona yetincə verdi dəvalıya. Qızın əlini nikahla bağladı onun gəlini. Nüşabəni xilas eləyir, dəvalı ilə nikah bağlatdırır və göndərir. Göndərməkdən sonra isə onlara həm yol pulu qoyur, verir da, yəni həm də ki, yenidən qurma işlər aparması üçün, yəni gedəcəkdi Nüşabə dağılmış yerlər düzəldəcəkdi da. Pul verir, verdi çox xəzinə, tutdu daş qaşa. Şövkətlə göndərdi yenə Bərdiyə. Onu Bərdiyə göndərir, o gözəl ölkəni ucaltmaqdan ötürü. Ölkənin təmirə sərvət, mal, mülk verir. O yol xərci bir yana çox cəlal verir. Gördüyünüz yol xərcini də vermişdi, cəlal da vermişdi. Elə ki, işlərə verdi, intizam etdi, igidlərə böyük ehtiram verdi. Rus şahına yenidən tox tac, ancaq əmr elədi göndərsin xərac. Onlara yenidən taxt tacı qaytarır Rus şahına, amma deyir ki, mənə xərac verəcəksin. Öz doğma yurduna dönüncə Ruslar, Qıntal öz taxtında olur Bəxtiyar. Ruslar öz doğma yurdlarına qayıdılar, Qıntalı təzədən Bəxtiyar edir və öz taxtında oturur. Bir daha çıxmadı onun əmrindən, Qıntal onun əmrindən çıxmır. Hər zaman yad etdi şərab içərkən, həmişə şərab içərkən onun yadına salır. Yaşıl çəməndə hər gün tacıdar gah şənlik görür, gah edirdi şikar. Uca sərv altında çalğı səsi ilə qədəh qaldırırdı nin aləsi ilə. Könlü şad olduqca çox şənlənirdi, o coşqun ürəyi fərəhlənirdi. Padşahlıq şən tali ömür gönçə gül, ne üçün şad olmasın belə bir könül. Belə İskəndərnamənin şərəfnamə hissəsindən əlavə olan 6 başlığı sizlər üçün hazırladım. Şərh bölməsinə öz fikirlərinizi yazarsınız. Kanala abunə olmağı unutmayın ki, hər kəs faydalana bilsin.